Salam hörmətli müəllimlər, hər birinizi xoş gördüm. Mən FES Akademinin kurikulum üzrə olan təlimçisi Hikmət Mürsəlov. Bildiyiniz kimi həftədə 3 dəfə sertifikasiya tipli sınaqlarımız paylaşılır və sizinlə paylaşdığımız sonuncu sınağın suallarını izah etməyə başlayıram. Birinci sualımız, sual-cavab prosesi ilə bağlı uyğunsuzluğu müəyyən edin. Mütləq mən bunu işarə edirəm ki, sualın axırına çatanda əvvəldə nə istədiyim mənim yadımdan çıxmasın. Sinifdə şagirdlər arasında ünsiyyəti artırmaq üçün, şagird yönümlü təlimi ön plana çəkmək üçün çalışmaq lazımdır ki, şagirddən gələn sual cavablandırılması üçün bütün sinifə yönləndirilsin. Bu düzdür. Biz bunu sinifdə sual-cavab prosesinin aparılması zamanı belə strategiyalardan tanış olmuşuq. Dedik ki, şagirddən gələn suala birbaşa cavablamaqdansa bəzi tədbirlər görmək var. Məsələn, bunlardan biri də elə sualın sinifə yönləndirilib bir müzakirə başladılmasıydı. Doğrudur. B bəndi də doğrudur. Sual-cavab prosesində birbaşa cavab verməkdənsə hər hansısa bir resursa yönəldirik. Bu da doğrudur ki, şagird özü də araşdırır, öyrənir və s. Amma C bəndi səhvdir. Piaget'in zihni inkişaf mərhələləri nəzəriyyəsinə əsaslansaq, sual-cavabda ünsiyyətin önəmi yoxdur müəllimlər. Amma Piaget'də biz öyrəndik ki, ünsiyyətdənsə daha çox yaşın, yəni zihnin necə inkişaf etdiyinin önəmi var. Ünsiyyətə önəm verilən nəzəriyyə, məsələn, Vygotsky'nin sosial inkişaf nəzəriyyəsində var. Digər nəzəriyyələrdə də hissə var, amma Piaget ünsiyyətin rolundan danışmır. Səhv olan elə C bəndidir. Digərlərinə baxsaq, D bəndi doğrudur. Sual-cavab prosesi zamanı fəal dinləyicinin əsas məqsədi ona deyilən zaman, ona deyilən informasiyanı daha doğrusu olduğu kimi qəbul etməkdir. Bəli, bu nə mənada yazılıb? Yəni söhbət burada biliyin pasiv şəkildə əldə olunması deyil. Sadəcə biz fəal dinləyici olanda əgər diqqətimizi danışana yönəldə biliriksə, bəli, onun nə dediyini tam olaraq anlayırıq. Yəni o nə deyirsə, biz də onu olduğu kimi anlayırıq. Amma bizim diqqətimiz yayınarsa, əlavə kənar bir yerdə olarsa, diqqət dağınıqlığı ilə biz danışana qulaq assaq, onun dediyini dediyi kimi anlamaya da bilərik, başqa cür də anlaya bilərik. Ona görə D bəndi doğrudur. Və Y bəndi şagirdlərin suallara verdiyi cavabların düzgün olub olmamasından asılı olmayaraq, onun fəaliyyətlərinə görə təqdir edin və dəyərləndirin. Doğrudur, yəni bəzən şagird sualımıza səhv cavab versə belə, əsas onun cəhd göstərməsi, fikir bildirməsidir. Səhv onsuz da düzələcək. Yəni məsələ şagirdin düşünməsidir. Birinci sualda cavab oldu C variantı. Növbəti sual Bloom taksonomiyasına aiddir. Nə üçün torpağın becərilməsi anlamını ifadə edən mədəniyyət sözü daha geniş mənanı özündə hiss etdirə bildi? Belə bir fikir idraki sahənin hansı mərhələsinə uyğun gələcək? Müəllimlər, əgər biz nə üçün sualını cevablaya biliriksə, yəni buna izah verə biliriksə, deməli səbəbini anlayırıq. Səbəbi anlamaq elə anlamaq mərhələsinin özüdür. Başa düşürəm ki, mən indi buna fikir bildirəcəm. Yəni bunun üçün yuxarı təfəkkür səviyyəsinə ehtiyac yoxdur. Bu hələ yuxarı təfəkkür səviyyəsinə bu sualı gedib çıxarmaq üçün sualda bəzi dəyişikliklər etmək lazımdır. Nə üçün? Səbəb soruşur. Açıqlayıramsa anlamaq mərhələsidir. Hətta biliyin növlərində də belə bir sual qarşınıza çıxsa, orada konseptual bilik götürsəniz, cavab səhv çıxmayacaq. 3-də doğru fikri müəyyənləşdirin. Qrup işində şagirdlərin necə iştirak etməsindən asılı olmayaraq, bu iş formasından istifadə şagirdlərin nailiyyətlərinin yüksəlməsinə təsir edir. Bu səhvdir müəllimlər, biz bunu doğru götürə bilmərik. Çünki qrupla iş nisbətən digər iş formalarına baxdıqda, bilik bacarıqların inkişaf etməsinə daha çox şərait yarada bilər. Amma bu demək deyil ki, şagird orada necə iştirak edirsə eləsin, həmişə yüksək nailiyyət olacaq. Bəlkə pasiv iştirak edir, bəlkə heç qoyulmuş qayda qanunlara da riayət etmir. Yəni ona görə burada verilmiş fikri düz götürə bilmirik. B bəndi müzakirə prosesinin effektiv şəkildə təşkil edilməsi üçün şagirdləri aşağı təfəkkür səviyyəsinə aid olan suallarla prosesə cəlb etmək məqsədə uyğundur. Müəllimlər, şagirdləri dərsə, prosesə cəlb etmək üçün həmişə açıq tipli suallar verilir və açıq tipli suallarda siz bilirsiniz ki, daha çox yuxarı təfəkkür səviyyəsinə aid olur. Bu da şagirdi düşündürmək deməkdir. Çünki qapalı tipli sual aşağı təfəkkür səviyyəsinə aid olan sual o qədər də cəlb etmək üçün yararlı bir şey deyil.
C bəndi, sinifdə qayda pozuntusu ilə bağlı negativ hal yaranırsa, müəllim bunu göz ardı etməlidir. Çünki şagirddə negativ halları görməzdən gəlmək onu bu hərəkətdən çəkindirər. Bu səhv deməmlər, əgər şagirdlə bağlı negativ bir hal yaranırsa, bir tədbir görülməlidir. Mən bunu göz ardı eləyərəmsə, növbəti dəfə daha pis nəticələrlə qarşılaşa bilərəm. D bəndi, müəllim şagirdlərə yuxarı təfəkkür səviyyəsinə aid açıq tipli suallar verir. Əksəriyyəti bu suala cavab verə bilməsə də, müəllim onlara fikirlərini bildirmək üçün əlavə imkanlar yaradır. Bəli, doğru olan D bəndidir. Burada hər hansısa bir problemə rast gəlmədik. Amma hər üç variantımızda səhv olan məqamlar var. Y bəndi də bunlardan biri. Müəllim yeni dərsin izah hissəsində arada fasilələr edir. Şagirdlərə bir neçə qapalı sual verərək onların öyrənmələrini möhkəmlədir. Amma biz bilirik ki, öyrənməni möhkəmlətmək üçün açıq tipli suallar daha yararlıdır. Bunu qapalı tipli sualla demək olar ki, etmək olmur. Doğru cavab oldu D variantı. Dördüncü sualımıza baxırıq. 3-2-1 üsuluna aid olmayan fikri müəyyən edin. Bu üsul müəllimə şagirdlərin anlamadığı məqamlarla bağlı növbəti dərs üçün müəyyən tədbirlər görməsinə imkan yaradır və şagirdlərin inkişafını təmin edir. Bu doğrudur. Çünki müəllimlər, burada 3-2-1 üsulunda şagird nə iş görürdü? Bugün öyrəndiyi 3 məlumatı, ona maraqlı gələn 2 məqamı, hələ də başa düşmədiyi bir sualını qeyd edir. Biz də bununla şagirdin anlama səviyyəsini ölçə bilirik ki, yəni nəyi anlayıb, nəyi anlamayıb və s. tədbirlər görmək mümkündür. A bəndini cavabdan atırıq. Bu strategiya şagirdlərə öz öyrənmələri üzərində düşünməyə və aydınlaşdırma tələb edən anlayışları müəyyənləşdirməyə təşviq edir. Bu da doğrudur. Öz öyrənməsini də qiymətləndirə bilir, çünki refleksiya üsulu hesab olunur. Köhnə bilik və təcrübə ilə yeni bilik arasında əlaqə yaratmaq bilirsiniz ki, bu iş üsulunda var. Bu üsulun tətbiqi zamanı sinifdə vaxtdan effektiv istifadə etmək üçün sualları mümkün qədər yığcam və lakonik ifadə edilməsi vacibdir. Bax, bu yoxdur. 3-2-1 üsulunda müzakirə üsulu deyil ki, onsuz da. Bunu müzakirəyə çevirmək olar, yəni burada olanları sinifdə müzakirə şəklində biz ortaya çıxara bilirik. Amma ümumiyyətlə, burada sualı verən biz də deyilik. Sualı veririk, yazılı cavab alırıq. Şagird hazır ifadələrlə də belə deyək. Məsələn, yazılır ki, bugün sizə maraqlı gələn məqam nə idi? Şagird də onu cavablayır. Amma burada söhbət sualların yığcam, lakonik olmasından getmir. Ona görə D bəndi səhvdir. Y-də isə sualların bölüşdürülməsi və geniş sinif müzakirələrinin yaranmasında effektiv üsuldur. Az öncə elə bu fikri bildirdik biz. Müzakirə üsulu olmasa da bundan müzakirə yaratmaq üçün istifadə edə bilərik. 5-də Nigar müəllim keçən dəfə dərsi tədris etmək üçün təlim simulyasiyası strategiyasından istifadə etmişdir. Və bu strategiya nəticəsində şagirdlərdən biri müşahidə edir ki, başqasına nəyisə izah edərkən mövzunu daha yaxşı anlayır. Növbəti dərsdə şagird rollu oyun və simulyasiya üsullarından istifadə edərək sinif yoldaşlarına dərsi danışır və çətinlik çəkdiyi məqamları başa düşür. Verilmiş situasiyada şagird affektiv sahənin hansı mərhələsindədir? Müəllimlər, burada əsas məsələ nədən ibarətdir? İşini planlamaqdan. Gələcəyi planlayır, görürsünüz, növbəti addımı planlayır. O görür ki, bugün ona fayda verən üsul nədir? Və gələn dəfədə özü bu üsuldan istifadə edib çətinliyi aradan qaldırırsa, təşkil etmə mərhələsi, bəli, metakognitiv bacarıqlar da deyə bilərik buna. Doğru cavab A bəndində olacaq və 6-cı suala baxırıq. Şəxsiyyət tipləri ilə bağlı uyğunluğu müəyyən edin. Dərindən araşdırma etdiklərinə görə, araşdırma üçün qısa vaxt verildikdə, onlar bu qısa vaxtda nəticəyə gələ bilmirlər. Bunun üçün də gözləmə vaxtının verilməsi əsasdır. Qısa vaxtda nəticəyə gələ bilmirsə, düşünmək üçün çox zamana ehtiyacı var. Çünki özü götür-qoy eləyir. Bu ekstravert olmaz. Ekstravertlər fikirlərini tez dəyişə bilirlər. Bu introvertdir. Ona görə A bəndi səhvdir. Bizdən düzü istəyir. Baxırıq B bəndinə. Müəllim açıq və düşündürücü suallardan arqument gətirmək üçün müzakirələrdən istifadə etməlidir ki, bu şəxsiyyət tipinə sahib olan şagirdlərdə araşdırma və dərindən düşünmə bacarıqları inkişaf etsin. Ambivert yazılsa da, ambivertdə hər ikisinin xüsusiyyətləri var da. Burada söhbət ondan gedir ki,
dərindən düşünmək, yəni şəxsi subyektiv düşüncələr formalaşsın. Bunun ən çox ehtiyacı var ekstravert üçün. Beyni də çıxırıq buradan. Başqaları ilə ünsiyyətə girən zaman dostlarının söylədiyi fikirləri dinləyib, subyektiv fikirləri ilə müqayisə edərək daxili mülahizələrinə əsasən nəticəyə gəlirlər. Öz fikrinə, daxili mülahizəyə görə nəticəyə gələn introvertdir. Amma burada ekstravert yazıb. C bəndində çıxırıq. Adətən başqalarının fikirləri əsasında qərar verdikləri üçün onları şəxsi mülahizələrinin və subyektiv fikirlərinin olmadığı ilə tanıyırlar. Bu da olduqca yanlış mühakimədir. Söhbət ekstravertlərdən gedir. Bax, bu doğrudur. Bəli, ekstravert insanlar ünsiyyətdə çox olurlar. Başqalarının fikirləri əsasında qərarlar qəbul edirlər. Amma bu demək deyil ki, onların heç subyektiv fikri yoxdur. Var, sadəcə qərar verəndə ona uyğun davranmırlar. Aydındır? Demək olar ki, subyektiv düşüncəsi olmayan insan olmur. Sadəcə ekstravertlərdə bu bir çatışmazlıqdır ki, kənardan onu dəyişmək olur fikrini, ona tez təsir etmək olur. Y bəndi isə səhvdir. Bu tipdə olan insanlar təsir altına düşdükləri üçün başqalarının mənfi davranışlarını nümayiş etdirə bilərlər. Elə buna görə də müəllimlər şagirdlərini daim müşahidə etməli və şagirdlərin tənqidi bacarıqlarını inkişaf etdirməlidir. Təsir altına tez düşən o da ekstravertdir, amma burada ambivert yazılıb. Bax belə, düzgün cavabımız olur deyibəndi. Və 7-ci sual baxırıq. Qiymətləndirmə ilə bağlı doğru fikri müəyyən edin. Şagirdlərin inkişafını təmin etmək üçün mövcud biliklərin müəyyən edilməsi, təhlili, növbəti fəaliyyətlərin layihələndirilməsi və planlaşdırılması formativ qiymətləndirmədə verilir. Amma şagirdin mövcud olan biliyini hazırda yoxlayıramsa, daha sonra biz təlimimizi planlayırıqsa, bu diaqnostikin hesabınadır, formativin deyil. A bəndini çıxırıq buradan. Bu qiymətləndirmə növü şagirdin doğru və yanlış bildiklərini, fərdi xüsusiyyətlərini, qarşılaşdığı problemləri və şagirdin əvvəlki bilik və bacarıqlarının vəziyyətini qiymətləndirməyə şərait yaradır. Summativ sona yönələndirməlidir, amma biz onun əvvəlki bilik bacarıqlarını yoxlayırıq. Bu da səhvdir. Bu qiymətləndirmə növü müəllimin şagirdlərinin tanıya bilməsinə, sonrakı dərslərdə şagirdlərin fərdi xüsusiyyətlərinə uyğun diferensial yanaşmasına və bütün şagirdlərin prosesə cəlb olmasına şərait yaradır. Bax, bu fikir doğrudur, diaqnostikdir. Diferensial yanaşma oradadır. Şagirdləri tanımaq üçün, fərdi xüsusiyyətlərini bilmək üçün diaqnostik olaraq şagirdləri qiymətləndirə bilərik. D bəndi isə səhvdir. Bu qiymətləndirmə şagirdin fəaliyyətinin irəliləməsinə, məzmun standartlarının mənimsənilməsinə və istiqamətin verilməsinə yönəlirsə formativdir. Amma burada summativ yazılıblar. Və Y bəndi bu qiymətləndirməni tətbiq edərkən hər hansısa bir tapşırığın yerinə yetirilməsi zamanı şagirdin motivasiyası, öyrənmə qabiliyyəti artır, öz biliklərini təkmilləşdirmək üçün istiqamət verilir. Bu da formativdədir, amma diaqnostik yazılıb. Hamısı səhv, C variantı isə doğru fikirdir. Gəlirik 8-ci sualımıza. Bloom taksonomiyasına aid növbəti bir sual. Müəllim şagirdlərə mövzu ilə bağlı maraqlı faktlar təqdim edir. Bildirir ki, mütəxəssislər hesab edirlər ki, Yaponiyanın ən aktiv vulkanı Sakurajima növbəti 30 il ərzində püskürəcək və vulkanın yaxınlığında yerləşən nüvə zavodunun və 600 minə yaxın əhalisi olan şəhərin olduğunu söyləyir. Bu vəziyyəti nəzərə alaraq yarana biləcək təhlükələri müəyyənləşdirin. Müəllimlər, müəyyənləşdirin. Nə isə müəyyənləşdirirəmsə, 2 mərhələdən şübhələnə bilərəm əsas. Bir təhlil, bir də anlamaq. Söhbət ondan gedir ki, mənə bir hadisə haqqında məlumat verilir və mən oradan nəticə çıxarıb baş verə biləcək təhlükələri söyləməliyəm. Yəni, bir növ burada məntiqi əlaqə qurmaq lazımdır. Ona görə anlamaq mərhələsinə daha çox uyğun gəlir. 9-cu sualımıza baxırıq. Böyük bir sualdır. Sualı belə təqdim edəcəm sizə. Müəllim şagirdlərə ekoloji tarazlığın qorunması və bərpası ilə bağlı layihənin hazırlanmasını tapşıracaq. Müəllim bildirir ki, sizə təqdim olunan mövzular əsasında araşdırmalar aparın və topladığınız fikirləri ümumiləşdirərək nəticəyə uyğun təqdimatlar hazırlayın.
Mövzular bunlardır. Şəhərimizin zəhərli tüstü və qazlardan qorunması, yaşadığınız ərazinin təmizliyi. Daha sonra müəllim şagirdlərə söylüyor ki, layihənin qiymətləndirilməsi aşağıdakı meyarlar üzrə aparılacaq. İstinad edəcəyiniz mənbələrin etibarlılığını yoxlamaq, tədqiqatın nəticəsində uyğun təqdimat hazırlamaq, bir də mövcud vəziyyətə uyğun tədbirlərin təşkil olunması. 3 ədəd meyar qoyulub və verilmiş situasiyaya uyğun gəlməyən cavabı müəyyən etməliyik, yəni səhv olanı. Əgər siz də sualı yaxından görmək istəyirsinizsə, yaxınlaşdırıb sualı özünüz baxa bilərsiniz. Birinci fikrə baxırıq. Təqdim edilən mənbələrin etibarlılığını yoxlamaqla şagirdlərdə idraki sahənin təhlil etmə mərhələsi formalaşacaq. Və biz burada dəyərləndiririk də, yəni etibarlıdırmı, etibarlı deyilmi, mühakimə edirik. Ona görə bir səhvdir. Verilmiş situasiyada şagirdlərdə müstəqil öyrənmə və informasiya savadlığı formalaşacaq. Bu düzdür. Düz olduğuna görə götürmürəm. Harda da 2 varsa cavabdan atıram. Çünki həqiqətən verdiyim tapşırıqda araşdırma aparırlar, özləri işləyirlər. Müstəqil öyrənmə də var, informasiya savadlığı da. 3 də şagirdlərin tənqidi və yaradıcı düşünmələri inkişaf edir, doğrudur, araşdırma var. Yəni öz fikrinə görə layihə hazırlamaq var. 4də müəllim bu fəaliyyəti etməklə sinifdə inklüziv mühit formalaşdırır. Əslində burada bir cür tapşırıq verilib, inklüzivliyə o qədər də riayət olunmayıb. 4 də səhvdir. 5də müəllim bu situasiyada fənlər arası və fənüstü inteqrasiyadan istifadə edib. Bəli, burada araşdırma var deyə, elmi araşdırma aparılır deyə, həm də zəhərli qazlar və s. Görürsünüz, bir neçə fən var. Bir də həyatla əlaqəli bir problem deyə fənüstü də var. Ona görə 5-i də götürmürəm. 6-da isə situasiya onu göstərir ki, müəllim şagird mərkəzli metoddan istifadə edərək şagirdlərin dərindən düşünmə bacarıqlarını çərçivəyə salaraq bilikləri aktivləşdirməyə şərait yaradır. Əslində biz burada onu görürük ki, müəllim mövzunu da seçib, düzdür, təqdimat hazırlamağı da tapşırıb. Bəli, cavab belə A bəndidir. 1, 4, 6 götürə bilərik. Yəni burada bacarıqları çərçivəyə salmaq səhv ifadə edir. Ona görə 1, 4, 6 uyğun gəldi. Və sonuncu sualımız. Bu iş üsulu metod olaraq sosial-psixoloji motivasiyaya əsaslanmış, kollektiv intellektual fəaliyyətin nəticəsinə və tənqidi və yaradıcı təfəkkürün inkişafına yönəlmişdir. Söhbət hansı strategiyadan gedir? Görürük ki, bizə verilən şərtdə, yəni çox açar söz verilib. Gəlin bir-bir işarə eləyək. Sosial-psixoloji motivasiyaya əsaslanmış bir şeydir. Deməli, qrup halında, kütlə halında bir yerdə eyni məqsəd uğrunda çalışırlar nə üçünsə. Kollektiv intellektual bir fəaliyyətdir. Kollektiv deməli qrupla da aparırıq biz bunu. Üstə gəldi intellektual bir müzakirə üsuludur. Tənqidi və yaradıcı deyirsə, deməli yaradıcı varsa həqiqətən bir problem həllindən söhbət gedə bilər. Burada da bizə maraqlı gələ biləcək üsul, məsələn, burada çoxsu ilə müzakirə üsuludur. Beyin həmləsi olmaz. Çünki beyin həmləsində yaradıcı təfəkkür olsa da, sosial-psixoloji motivasiyaya əsaslanmır. Yəni biz bunu fərdi şəkildə də apara bilirik də. Qərarlar ağacı olsaydı məhz qərar qəbul etməkdən, seçilən üsulların müsbət mənfi tərəflərindən danışardı. Bloom kubu olsaydı, Bloom taksonomiyasının mərhələlərinə uyğun açar sözlər verə bilərdinizsə. Qızıl dairə olsaydı, ünsiyyət texnikasından danışardı. Deməli, verilən bütün bu sözlər bizə nəyi işarə edir? Sinektika üsulunu. Bəli, sinektikada 2 qrup olur. Birinci qrup problemi tapır, irəli sürür. İkinci qrup isə bu problemi əldə etmək üçün həll yolları tapır. Və sonda həmin o həll yollarını birinci qrupa ötürür. Həmin qrup da həll yollarından birini seçirlər. Görürsünüz, sosial-psixoloji motivasiyaya əsaslanır, kollektiv fəaliyyətdir. Burada qruplar eyni məqsəd uğrunda çalışırlar. Həm də problem həll etməsi var deyə yaradıcı təfəkkür, üstəgəl müzakirə və əsaslandırma üsulu olduğuna görə tənqidi təfəkkür olacaq. Əgər hər hansısa bir sual başa düşmədinizsə, rəydə qeyd edə bilərsiniz. Bu cür izahların və sınaqların davamlı olmasını istəyirsinizsə, mütləq kanalımıza abunə olun, videoları bəyənin, paylaşın. Yəni mütləq arda olacaq. Həftənin digər günlərində də sizə sertifikasiya tipli sınaqlar həm təqdim olunacaq, həm də sınağı paylaşdıqdan sonra mən izahını verəcəm.
Dərslərlə bağlı məlumat almaq istəyənlər isə 055 527 2599 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Sağ olun, növbəti video izahlarda görüşənədək.